Hər vaxtınız xeyir uşaqlar. Bugün trigonometrik funksiyaların ikinci bölməsi olan əsas trigonometrik eyniliklərin testlərini izah edəcəm. Baxaq birinci suala. 1 üstəgəl kosinus alfa, kosinus alfa çıx 1. Bu bizə a kvadrat çıxaq b kvadratı düsturunun açılışıdır. Yəni a kvadrat çıx b kvadrat necə açırıq müxtəsər vurma düsturunda? A minus b, a plus b. Ona görə bu ikisi bizə verəcəyi nəyi? Kosinus kvadratı alfa çıxaq 1'in kvadratını. Digər iki ifadə də bizə birləşib onu verir. Sinus kvadratı alfa çıxaq 1'in kvadratı. Məlum məsələdir ki, sinus kvadratı ilə kosinus kvadratın cəmi 1'dir. 1'dən çıxıran 1'i, ondan da çıxıran 1'i. Doğru cavab oldu -1, B variantı. İkinciyə baxaq. 1 çıxaq sinus kvadratı alfa. Üstə gələk. Tangens alfanı biz yaza bilərik. Sinus kvadratı alfa bölək kosinus kvadratı alfa. Vuraq kosinus kvadrat alfa. Kosinus kvadrat alfalar getdi. Qaldı 1 çıxaq sinus kvadrat alfa. Üstə gələk sinus kvadrat alfa. Bunlar da getdi. Doğru cavab oldu 1. C variantı. Üçüncü suala baxaq. Sinus alfa bərabərdir 1 olduqda kosinus alfa üstə gələk kotangens alfanı tapın. Sinus alfa 1 olduqda deməli, sinus alfa 1'dirsə, biz bilirik ki, sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa cəmi 1'dir. Sinusun qiyməti 1'dirsə, onda burada kosinus alfa olur 0. Biz də yazırıq kosinus alfa üstə gələk kotangens alfa, kosinus alfanın sinus alfaya nisbətidir. Kosinus alfa da 0 olduğuna görə 0 bölək 0, 1. Doğru cavab oldu 0. Dördüncü suala baxaq. 1 üstə gələk sinus kvadrat alfa. Deməli, biz belə yaza bilərik. Ya 1 çıxaq kosinus kvadrat alfanın yerinə sinus kvadrat alfa yazaq. Baxın, bu ikisi 1 çıxaq kosinus kvadrat alfa bizə sinus kvadrat alfanı verir. Və yaxud da 1'in yerinə sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa da yaza bilərik. Gəlin elə bunu yazaq. 1 çıxaq kosinus kvadrat alfanın yazaq yerinə sinus kvadrat alfa. Üstə gələk sinus kvadrat alfa. Məxrəcdə də olur 4 sinus kvadrat alfa. Sürət bizə verdi 2 sinus kvadrat alfa. Məxrəc oldu 4 sinus kvadrat alfa. Bunlar da ixtisar getdi. Cavab oldu 2'də 1, 0,5 D variantı. 5-ci suala baxaq. Yenə burada 1 çıxaq sinus kvadrat alfa bizə verir kosinus kvadrat alfa. Üstə gələk kosinus kvadrat alfa. Məxrəcdə oldu kosinus kvadrat alfa. Sürət bizə verdi 2 kosinus kvadrat alfa bölək kosinus kvadrat alfa. Onlar da ixtisar getdi. Doğru cavab oldu 2. Y variantı. 6-cı suala baxaq. Sinus alfa üstə gələk kosinus alfa bərabərdir kök altında 2. Hasilini tapmaq üçün bunu xaricdən kvadrat şəklində yazmalıyıq. Kvadrata yüksəldək. Sinus alfa üstə gələk kosinus alfanın kvadratı bərabərdir kökdə 2'nin kvadratı. O da oldu sinus kvadrat alfa. 2 vuraq sinus alfa vuraq kosinus alfa. Üstə gələk kosinus kvadrat alfa bərabərdir 2. Sinus kvadrat kosinus kvadrat cəmi bizə 1 verir. 1 üstə gələk 2 sinus alfa vuraq kosinus alfa bərabərdir 2. 2 sinus alfa vuraq kosinus alfa bərabərdir 2'dən 1 çıxdım qaldı 1. Onda sinus alfa ilə kosinus alfanın hasili oldu 2'də 1. 2'də 1, 0,5 A variantı. 7-ci suala baxaq. 7-ci sualda baxın, sinus kvadratı alfa çıxaq kosinus kvadrat alfa. Bunların hər ikisi mənfidirsə, mənfini ortaq vuruq çıxartsam, qaldır sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa. Tangens alfa üstə gələk tangens alfa vuraq kotangens alfa. Sinus kvadratına kosinus kvadratın cəmi bizə 1 verir. Oldu -1. Tangensin kotangensə hasili 1'dir. Doğru cavab oldu 0 B variantı. 8-ci sual bayaq oxşar sualdır. Sinus alfa kosinus alfanın fərqini bizə 2'də 1 verib. Yenə xaricdən kvadrat yüksəldirəm hasili tapmaq üçün. Olur sinus kvadrat alfa 2 sinus alfa vuraq kosinus alfa üstə gələk kosinus kvadrat alfa bərabərdir 4'də 1. Bunların cəmi bizə 1 verdi. 1 çıxaq 2 sinus alfa kosinus alfa bərabərdir 4'də 1. Bu da oldu 2 sinus alfa kosinus alfa bərabərdir. 1'dən 4'də 1 çıxanda qaldı 4'də 3. Onda sinus alfa ilə kosinus alfanın hasili oldu 8'də 3 A variantı.
9-cu suala baxaq. Deməli, 1 bölək sinus kvadratı alfa çıxaq 1. Vuraq tangens kvadratı alfa. Biz bunu ortaq məxrəc edə bilərik də. Sinus kvadratı alfanı ortaq məxrəci götürsək, elbə bu məxrəci 1-dir. Olur 1 çıxaq sinus kvadratı alfa. Tangens kvadratı alfa sinus kvadratı alfanın kosinus kvadratı alfaya nisbətidir. Bunlar ixtisar gedir. Biz bilirik ki 1 çıxaq sinus kvadratı alfa kosinus kvadratı alfa verir. Kosinus kvadratı alfanın kosinus kvadratı alfaya nisbəti doğru cavab oldu. C variantı. 10-cu sualdır, bənzər sualdır. Yenə ortaq məxrəc kosinus kvadratı alfanı götürürəm. Surətdə qalır 1 çıxaq kosinus kvadratı alfa. Kotangens kosinus kvadratı alfanın sinus kvadratı alfaya nisbətidir. Kosinus kvadratı alfalar getdi. 1 çıxaq kosinus kvadratı alfa bizə sinus kvadratı alfa verdi. Sinus kvadratı alfanı sinus kvadratı alfaya böləndə doğru cavab oldu 1 A variantı. Birinci suala baxaq. Deməli, kök altında 5 çıxaq kosinus kvadrat alfa bərabərdir ki, deməli 5 çıxaq kosinus kvadrat alfa 4-ə bərabərdir. Hər iki tərəfi kvadrata yüksəldirəm. Oradan oldu kosinus kvadrat alfa bərabərdir 1. Biz də bilirik ki, elə sinus kvadrat alfanı tapsaq, kosinus kvadrat alfa 1 çıxaq sinus kvadrat alfa deməkdir. Yəni ona bərabərdir. Bu da 1. Sinus kvadrat alfa 1-dən 1 çıxanda 0 olur. Onda sinus alfa bərabərdir 0-a. 12-ci sualdır, eyni sualdır. Yenə kvadrata yüksəldirəm. 3 üstə gələk. Sinus kvadrat alfa bərabərdir 4. Sinus kvadrat alfa 4-dən 3 çıxanda 1 qaldı. Sinus kvadrat alfa, bunu belə yaza bilərik. Məsəl üçün 1 çıxaq sinus kvadrat alfa bərabərdir 0 yaza bilərəm. 1-dən sinus kvadrat alfa çıxanda onsuz da kosinus kvadrat alfa olur. Onda kosinus alfa bərabərdir 0-a. Bizdən kosinus alfanı soruşur. Y variantı. 12-ci suala baxaq. 13-cü sual. Deməli, ortaq məxrəc edirəm kosinus kvadrat alfanı burada. Baxın, burada bir məxrəcdən 1 yazıram. Burada olur, sürətdə oldu 1 çıxaq kosinus kvadrat alfa. Vuraq 1 bölək. Tangens kvadratını yazaram. Sinus kvadrat alfa bölək kosinus kvadrat alfa. 1 çıxaq kosinus kvadrat alfa bizə sinus kvadrat alfa verir. Bu da olsun kosinus kvadrat alfa. Bunu tərsinə yazsam kosinus kvadrat alfa bölək sinus kvadrat alfa. Bunlar da ixtisar getdi. Sinus kvadratlar da ixtisar getdi. Doğru cavab oldu 1 C variantı. Bunu belə də yaza bilərəm məsələn. Mən ortaq məxrəc etdiyim yenə oxşar sualdır. Məxrəcdə oldu sinus kvadrat alfa. Sürətdə oldu 1 çıxaq sinus kvadrat alfa. Vuraq 1 bölək kotangens kvadrat alfa. Baxın uşaqlar, 1 çıxaq sinus kvadrat alfa bizə kosinus kvadrat alfanı verir. Bu da oldu sinus kvadrat alfa. Biz bilirik ki, tangens kotangesin tərsidir. Ona görə 1 bölək kotangens kvadrat alfa bizə elə tangens kvadrat alfanı verir. Kosinus kvadratında sinus kvadratına nisbəti kotangens kvadratıdır. Kotangens kvadrat alfanı tangens kvadrat alfaya vururam, cavab olur 1. Və yaxud elə bu bizə kotangens verərdi. Kotangens də ixtisar gedib 1 qalardı. Bir neçə sualla yazmaq olar, sadə sualdır. 15-ci suala baxaq. A-nın B-yə hasilini soruşur. 4 tangens alfanı 3 kotangens alfaya vuranda doğru cavab olur 12. Çünki tangensin kotangensə hasili 1-ə bərabərdir. 16 da oxşar sualdır. A vur B, 3-ü 5-ə vuram 15. Kotangens alfa vuraq, tangens alfa. Bunların da hasili bizə verdi 15. Doğru cavab oldu D variantı. 17-ci suala baxaq. 17-ci sualda deməli bizə verib sinus alfa vuraq kotangens alfa. Kotangens alfa kosinus alfanın sinus alfaya nisbətidir. Üstə gələk kosinus alfa. Sinus alfalar getdi. Kosinus alfa ilə kosinus alfanın cəmi 2 kosinus alfa, yəni A variantı oldu. Sonra 18-ci suala baxaq. Deməli bizə veribdir kotangens alfa bərabərdir -4. Biz bilirik ki, kotangens alfa kosinus alfanın sinus alfaya nisbətidir. Deməli, biz bu ifadəni sadələşdirmək üçün hamısını kotangens alfa alınsın deyə, kotangens alfanın məxrəci sinusdur. Biz bunu hədbəyət sinusa bölürük. Yazıram sinus alfa bölək sinus alfa. Üstə gələk 2 kosinus alfa bölək sinus alfa. Məxrəcdə də yenə sinus alfa bölək sinus alfa. Çıxaq 2 kosinus alfa bölək sinus alfa. Buradan da sinus alfaya nisbəti 1, üstə gəl 2 kotangens alfa. O da 1 çıxaq 2 kotangens alfa.
O da 1 üstə gələ. Kotanges alfanın qiyməti -4'dür. 2 vuraq -4. 1 çıxaq 2 vuraq -4. Məxrəcdə oldu 9. Sürətdə oldu -7. 9 -7. Doğru cevap burada oldu. Y variantı. 19-cu suala baxaq. Tangens alfa deməli tangens alfa -5'dir. Tangens alfa sinus alfanın kosinus alfaya nisbətidir. Deməli hamısını hədbəhət kosinusa bölürəm. Sürətdə oldu 3 sinus alfa bölək kosinus alfa. Üstə gələk 6 kosinus alfa bölək kosinus alfa. Sonra deməli kosinus alfa bölək kosinus alfa. Çıxaq 2 sinus alfa bölək kosinus alfa. Bu da bərabərdir. Sürətdə oldu 3 tangens alfa. Üstə gəl 6. Məxrəcdə oldu 1 çıxaq 2 tangens alfa. Tangens alfanın qiyməti -5'dir. 3'ü vurdum -5'e. Üstünə 6 gəldim. 1 çıxaq 2 vuraq -5. Məxrəcdə oldu 11. Sürətdə oldu -15'in üstə 6 gələndə -9. C variantı. Bu 11 burada yoxdur. Bunun qarşısına mənfi səhv düşüb. Deməli burada oldu cavab C variantı 19'da. 20-ci suala baxaq. 3 çıxaq sinus kvadratı alfa ilə kosinus kvadratı alfanı qruplaşdırıram. Mənfi mötərizədən xaricə çıxanda içərin işarəsi dəyişir. Sinus kvadrat ilə kosinus kvadratının cəmi bizə 1 verir. 3'dən 1 çıxdıq 2 D variantı. Sonra 21-ci suala baxaq. 21-ci sualda kotangesin məxrəci kotanges kosinus alfa bölək sinus alfadır. Bərabərdir -1. Burada baxırsınız, hamısını biz sinus kub alfaya bölürük. Ən böyük dərəcəyə bölürük. Burada deməli kosinus kubu alfadırsa biz yazırıq kosinus kubu alfa bölək sinus kubu alfa. Çıxaq sinus kubu alfa bölək sinus kubu alfa. Ən böyük qüvvət hansı ona bölürük. Sonra sinus kubu alfa bölək sinus kubu alfa. Çıxaq sürətdə 2 sinus kvadrat alfa vuraq kosinus alfa. Məxrəcdə sinus kubu alfa. Bu da bərabərdir. Kosinus kubunu sinus kubuna böləndə kotangens kubu alfa. Çıxaq 1. Məxrəcdə 1 çıxaq. Baxın burada sinusla bu gedir qalır sinus alfa. Bu da olur 2 kotangens alfa. Kotangens alfa -1 olur. -1'in kubu çıxaq 1. 1 çıxaq 2 vuraq -1. Məxrəcdə oldu 3. Sürətdə oldu -2. O da oldu 3'də -2 Y variantı 21'də. 22-ci suala baxaq. 1 çıxaq kosinus kvadrat alfa bizə verir sinus kvadrat alfa. Məxrəcdə də sinus alfa vuraq kosinus alfa. Sinus kvadratları getdi. Qaldı sinus alfa bölək kosinus alfa. Sinusun kosinusa nisbəti tangens alfa verir. B variantı. 23-cü sual. Sinus alfa sürət olduğu kimi qalır kosinus alfa. Məxrəcdə 1 çıxaq sinus kvadrat alfa kosinus kvadrat alfa verir. Bunlar ixtisar getdi. Sürətdə qaldı sinus alfa, məxrəcdə qaldı kosinus alfa. Sinusun kosinusa nisbəti tangens alfa. O da oldu B variantı. 24-cü sual. Sürətdəki sinus kvadratı alfanı biz yaza bilərik. 1 çıxaq kosinus kvadrat alfa. Məxrəcdə qaldı 1 üstə gələk kosinus alfa. Plus kosinus alfa. Mən nə edirəm? Sürəti 1 çıxaq 1 üstə gələk yazsaq. 1 çıxaq kosinus alfa. 1 üstə gələk kosinus alfa. Məxrəcdə də 1 plus kosinus alfa. Kəsirin qabağından kosinus alfa. 1 plus kosinus alfalar getdi. Qaldı 1 çıxaq kosinus alfa. Üstə gələk kosinus alfa. Bunlar da ixtisar getdi. Doğru cavab oldu 1. Deməli 24'də D variantı. 25'e baxaq. Kosinus kvadrat alfanın yerinə yazırıq. 1 çıxaq sinus kvadrat alfa. Məxrəcdə 1 üstə gələk sinus alfa. Plus sinus alfa. Sürəti müxtəsərə görə açsaq. 1 çıxaq sinus alfa. 1 üstə gələk sinus alfa. Kvadrat yoxdur burada. Məxrəcdə qaldı 1 üstə gələk sinus alfa. Üstə gələk sinus alfa. 1 üstə gəl sinus alfalar getdi. Qaldı
1 çıxaq sinus alfa üstə gələk sinus alfa. Bunlar da islah oldu. Doğru cavab oldu. 1 B variantı. 26-cı suala baxaq. Sinus x vuraq tangens x. Mən buradan bu misaldan sinus x ortaq vuruq çıxartsam, tangens x-in də yerinə yazsam sinus x bölək kosinus x. Üstə gələk sinus x ortaq vuruq çıxartmışam. Kotangesin yerinə yazıram kosinus x bölək sinus x. O da bərabərdir. Sinus x hasil kimi qalsın. Mötərizənin içində ortaq məxrəc eləsəm kosinus x vuraq sinus x hasil alınır. Sürətlə çarpaz vurulanda olur sürətdə sinus kvadrat x. Yəni bu çarpaz belə vurulur sinus x-ə. Bu da kosinus x-ə vurulur. Üstə gələk kosinus kvadrat x. Bu da oldu sinus x vuraq. Sürət bizə 1 verdi. Məxrəc olduğu kimi qaldı. Bu deməli bunu silək. Məxrəcdə qaldı kosinus x vuraq sinus x. Bunlar da ixtisar getdi. Doğru cavab oldu. 1 bölək kosinus x. 26-da C variantı. 27-ci suala baxaq. Buradan kosinus x ortaq vuruq çıxardıram. Qaldı yenə tangens x üstə gələk kotangens x. O da bərabərdir. Oxşar sualdır. Kosinus x. Tangensi sinus x böl kosinus x yazdıq. Kotangensi kosinus x böl sinus x yazmışıq. O da bərabərdir. Kosinus x vuraq. Ortaq məxrəc kosinus x, sinus x hasilini götürsəm oldu sinus kvadrat x üstə gələk kosinus kvadrat x. Kosinus x-lar getdi. Sürətdə oldu 1, məxrəcdə oldu 1 bölək sinus x. Doğru cavab oldu D variantı 27. 28-ci suala baxaq. Kotangens alfa bərabərdir. Mənfi 2 olarsa 3 bölmə 2, yəni 270 dərəcə kiçikdir alfa, o da kiçikdir 360 dərəcə. Məlumdur ki, bu 4-cü rübün bucağıdır. Sinus alfanı soruşur. Biz bilirik ki, 1 üstə gələk kotangens kvadrat alfa 1 bölək sinus kvadrat alfaya bərabərdir. O da 1 üstə gəl 4 bərabərdir 1 bölək sinus kvadrat alfa. 5 sinus kvadrat alfa bərabərdir 1-ə. Sinus kvadrat alfa bərabərdir 5-də 1-ə. Sinus 4-cü rübdə mənfi olduğuna görə onda ilə sinus alfa bərabərdir. Mənfi kök altında 5-də 1-ə. A variantı doğru cavab. 29-cu suala baxaq. 1 çıxaq kosinus kvadrat alfanın tangens kvadratının hasili. 1 üstə 1 çıxaq tangens kvadrat alfa. İndi biz bunu tangens kvadratı mötərizənin daxilinə vurub açanda nə olur? Olur tangens kvadrat alfa çıxaq. Kosinus kvadrat alfa vuraq tangens kvadrat alfa. Üstə gələk 1 çıxaq tangens kvadrat alfa. Tangens kvadrat alfa islah oldu. Qaldı mənfi kosinus kvadrat alfa. Tangens kvadrat alfa sinus kvadrat alfanın kosinus kvadrat alfaya nisbətidir. Plus 1. Kosinus kvadrat alfalar getdi. Qaldı mənfi sinus kvadrat alfa plus 1. O da oldu 1 çıxaq sinus kvadrat alfa. 1 çıxaq sinus kvadrat alfa da bizə kosinus kvadratı alfa düsturunu verir. Doğru cavab oldu. Y variantı 29. 30-cu suala baxaq. Sürət kosinus kubu alfa çıxaq sinus kubu alfa verib. Biz onu kubun açılışı aça bilərik. Olur A kubu çıxaq B kubun açılışı. Kosinus alfa çıxaq sinus alfa, yəni A çıx B. A-nın kvadratı, yəni kosinus kvadrat alfa. Bir-birinə hasili AB, yəni kosinus alfa vuraq sinus alfa. Üstə gələk sinus kvadrat alfa. Məxrəcə də qaldı. 1 üstə gələk sinus alfa vuraq kosinus alfa. Məlum məsələdir ki, sinus kvadratla kosinus kvadrat alfanın cəmi bizə 1 verir. Oldu kosinus alfa, çıxaq sinus alfa. Mötərizdə qaldı 1 üstə gələk kosinus alfa vuraq sinus alfa. Məxrəcdə də oldu 1 üstə gələk sinus alfa vuraq kosinus alfa. Bunlar eynidir getdi. Qaldı kosinus alfa çıxaq sinus alfa. Doğru cavab oldu. Y variantı 30. 31-ci suala baxaq. 31-ci sualı kosinus alfa qalsın. Gəlin bunu belə qruplaşdıraq. Yazaq 1 üstə gələk tangens alfa. Bunu 1 qalsın. Üstə gələk 1 bölək kosinus alfa. Vuraq. Bu da oldu 1 üstə gəl tangens alfa. Çıxaq 1 bölək kosinus alfa. Bərabərdir. Baxın uşaqlar. Biz buradan tangens alfa 1A desək, 1 bölək kosinus alfa B desək olur A plus B. Yəni 1 bölək tangens alfa A desək, buna biz B desək orada olur A minus B.
İndi biz kvadratlar fərqinə görə yaza bilərik bunu. Kosinus alfa qalsın. Muxtasara görə yazsaq olur 1 üstəgələk tangens alfanın kvadratı çıxaq 1 bölək kosinus kvadrat alfa. Yəni a kvadratı çıxaq b kvadrat oldu. O da bərabərdir. Oldu kosinus alfa vuraq. Bunu açaq. 1 üstəgələk birinci, ikinci, ikimisli 2 tangens alfa üstəgələk tangens kvadrat alfa çıxaq 1 bölək kosinus kvadrat alfa. O da oldu kosinus alfa vuraq. Biz bilirik ki 1 üstəgələk tangens kvadrat alfa elə 1 bölək kosinus kvadrat alfanı verir. Yazıram 2 tangens alfa olduğu kimi qalsın. Yazıram 1 bölək kosinus kvadrat alfa çıxaq 1 bölək kosinus kvadrat alfa. Kosinus kvadrat alfalar islah oldu. Orada qaldı nə? Kosinus alfa vuraq 2 tangens alfa. O da oldu kosinus alfa vuraq 2. Tangens alfa yerine yaza bilərik. Sinus alfa bölək kosinus alfa. Bunlar da getdi. Doğru cevap oldu 2 sinus alfa. 2 sinus alfa. C variantı. 32-ci suala baxaq. Yenə sürəti kubun açılışı açırıq. Sinus alfa çıxaq kosinus alfa. Məxrəcdə oldu. Deməli, sürətə davam edir. Sinus kvadrat alfa üstə gələk. Sinus alfa vuraq kosinus alfa üstə gələk. Kosinus kvadrat alfa. Məxrəcdə də qaldı. Sinus alfa çıxaq kosinus alfa. Kəsin qabağına yazırıq çıxaq. Sinus alfa vuraq kosinus alfa. Bu sinus alfa çıxaq kosinus alfalar getdi. Sinus kvadratdan kosinus kvadratın cəmi bizə 1 verdi. Oldu 1 üstə gələk. Sinus alfa vuraq kosinus alfa. Çıxaq sinus alfa vuraq kosinus alfa. Bunlar da islah oldu. Doğru cevap oldu 1. 32'də C variantı. 33-cü suala baxaq. 33-cü sualda da yenə oxşar sualdır. Demək olar ki, bu muxtasar vurma düsturuna aid olan suallarına. Bu A üstə gəl B-nin açılışıdır. Buna bir A kimi baxsa, bu da olur A çıx B. 0 tam dövrdə 3 bizə verir 9. Baxın 0 tam dövrdə 3. Bu olur 9'da 3. O da ixtisar gedir olur 3'də 1. Deməli biz yaza bilərik 3'də 1'in kvadratı çıxaq sinus kvadrat alfa. Yenə bu da yenə eyni ifadədir. A plus B, A minus B. Onda olur 3'də 2 kökdə 2'nin kvadratı çıxaq kosinus kvadrat alfa. 3'də 1'in kvadratı 9'da 1. Üstə gələk 9'da 8 çıxaq. Bunlardan da mənfini ortaq vuruq çıxarsaq sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa qalır. Bunu topladım oldu 9'da 9. Bu da bize 1 verir. O da 1 minus 1. Doğru cevap oldu 0. C variantı. 34. suala baxaq. Sinus 6 alfa üstə gələk kosinus 6 alfa. Plus 3 sinus kvadratı alfa vuraq kosinus kvadrat alfa. Sinus 6 alfanı yazacağım. Sinus kvadratı alfanın kubu. Bunu da yaza bilərik. Kosinus kvadrat alfanın kubu. Bu da oldu 3 sinus kvadrat alfa vuraq kosinus kvadrat alfa. Bunu belə yazmaqda məqsədim kubun əlavə düsturuna görə açmaqdır. Kubun əlavə düsturu necə açırdıq? A plus B'nin kubu çıxaq 3AB vuraq A plus B. İndi açıram bunu. A elə bir sinusdur, B kosinusdur. Oldu sinus kvadratı alfa sinus kvadratı alfa üstə gələk kosinus kvadrat alfanın kubu çıxaq 3 sinus kvadrat alfa vuraq kosinus kvadrat alfa vuraq sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa. Baxın A üstə gəl B'nin kubu çıxaq bu 3AB'dir, bu da üstə gəl B. Plus 3 sinus kvadrat alfa vuraq kosinus kvadrat alfa. Sinus kvadratı alfa ilə kosinus kvadrat alfanın cəmi neçədir bizdə? 1. Bu da bizə 1 verir. Onda nə olur? Yazaq. O da olur 1'in kubu 1 oldu. 3 sinus kvadrat alfa kosinus kvadrat alfa üstə gələk 3 sinus kvadrat alfa kosinus kvadrat alfa. Bunlar da islah oldu. Doğru cevap qaldı 1. İndi 35-ci suala baxaq. 35'də deməli bura baxın.
Buradan gəlin sinüs üstü 4'ü ortaq vuruq çıxardaq. Ya da yox. Gəlin belə deyim. Sinüs üstü 4 qalsın. Sinüs üstü 4 alfa. Bu 2 sinüs 4-cü dərəcədən alfa. Kotangesi yaza bilərəm. Kosinüs kvadratı alfa. Sinüs kvadratı alfa. Üstə gələk kosinüs 4-cü dərəcədən alfa. Bununla bu getdi. Burada kvadrat qaldı. Oldu sinüs 4-cü dərəcədən alfa. 2 sinüs kvadratı alfa. Kosinüs kvadratı alfa. Üstə gələk kosinüs 4-cü dərəcədən alfa. Baxıram bu da mənə verir. Sinüs kvadratı alfa üstə gələk kosinüs kvadratı alfanın kvadratı. A üstə gəl B-nin kvadratı. Sinüslə kosinüsün kvadratları cəm 1'dir. 1'in kvadratı oldu 1. B variantı. 36. sualda oxşar sualdır. Yenə 2 kosinüs 4 alfa qalsın. Deməli tangensin yerinə yazıram nə? Tangensin yerinə yazırıq sinüs kvadratı alfa bölək kosinüs kvadratı alfa. Üstə gələk sinüs üstü 4 alfa üstə gələk kosinüs üstü 4 alfa bərabərdir. Bunlar ixtisar getdi. Qaldı 2 kosinüs kvadrat alfa vuraq sinüs kvadrat alfa. Üstə gələk sinüs 4-cü dərəcədən alfa. Üstə gələk kosinüs 4-cü dərəcədən alfa. Bu da yenə bizə düstur verdi. Kosinüs kvadrat alfa üstə gələk sinüs kvadrat alfanın xaricdən kvadratı. Bu da 1'in kvadratı oldu 1. 36'da cevap B variantı. 37. suala baxaq. Tangens alfa 2'dir. İndi bizdən 3 sinüs kvadrat alfa plus 2 üstə gələk 4 üstə gələk 5 kosinüs kvadrat alfanı soruşur. Deməli biz tangensdən sinüslə kosinüs tapmalıyıq. Belə tapa bilərəm. Baxın. Biz bilirik ki 1 üstə gələk tangens kvadrat alfa 1 bölək kosinüs kvadrat alfaya bərabərdir. Buradan yerinə yazsam 1 üstə gəl 4 1 böl kosinüs kvadrat alfa. Bu da 5 kosinüs kvadrat alfa bərabərdir 1. Kosinüs kvadrat alfa bərabərdir 5'də 1. Kosinüs kvadratı varsa bizə sinüs kvadratı lazımdır. Biz də bilirik ki sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa bərabərdir 1'ə. O da oldu sinüs kvadrat alfa üstə gələk 5'də 1. Çünki kosinüs 5'də 1 dalı bərabərdir 1. Sinüs kvadrat alfa 1 çıx 5'də 1. Sinüs kvadrat alfa oldu 5'də 4. Bizə də bu sinüsün qiyməti lazımdır. Bir də kosinüsün. Yerinə yazsam 3 vuraq sinüs kvadrat alfa. Yəni 5'də 4. Üstə gəl 2. Məxrəcdə də 4 üstə gələk 5 vuraq kosinüs kvadrat alfa. Yəni 5'də 1. İxtisar getdi. 4'ün üstə 1 gəldim 5. Bu da oldu 5'də 12 plus 2. Bu 5'də oldu 22. 5'də 22'ni də 5'ə böləndə oldu 25'də 22. Məxrəc bir aşağı düşür. Doğru cavab oldu D variantı. 38. suala baxaq. Kotangens alfanın qiymətini bizə verib -15'də 8. Bizə sinus lazımdır. Baxın. Sinusun qiymət lazımdır. Biz bilirik ki 1 üstə gələk kotangens kvadrat alfa 1 bölək sinus kvadrat alfaya bərabərdir. O da 1 üstə gələk yerinə yazsaq 225'də 64 1 bölək sinus kvadrat alfa. Bu da oldu 225'də toplasaq olur 289 bərabərdir 1 bölək sinus kvadrat alfa. Sinus kvadrat alfanı tapanda olur 289'da 225. Sinus alfa olur plus minus 17'də 15. Amma biz rüb ikinci rübün bucağıdır deyə özü verib pi bölmək 2'dən piyə. İkinci rübün bucağıdır. Sinus ikinci rübdə müsbətdir. Cavab oldu 17'də 15. Bizdən soruşur ki 2 çıxaq 8'də 17'ni sinus alfaya vur. Yəni 17'də 15'ə vur. 17'lər getdi. Qaldı 2 çıxaq 8'də 15. Bunu məxrəcə 1 yazsaq olur 8'də 16 çıx 15. Doğru cavab oldu 8'də 1. Y variantı. 39. suala baxaq. Kotangens alfa bizə verib 2. Kotangens biz dedik ki məxrəci kosinus alfa bölək sinus alfadır. Kotangesin məxrəci sinusdur və bu misalın ən böyük dərəcəsi kvadratıdır. Ona görə biz bunu kotangesin məxrəci sinus olduğuna görə ən böyük qüvvət sinus kvadratına bölürəm. Sürətdə olur 3 sinus alfa kosinus alfa. Məxrəcdə olur
sinüs kvadrat alfa. Üstə gələk, kosinüs kvadrat alfa bölək sinüs kvadrat alfa, hədbə-həd böləcəm. Məxrəcdə oldu sinüs kvadrat alfa bölək sinüs kvadrat alfa. Çıxaq 2 kosinüs kvadrat alfa bölək sinüs kvadrat alfa. O da bərabərdir. Sinüsdən bu getdi. Qaldı 3 kosinüs alfa bölək sinüs alfa. Oldu 3 kotangens alfa. Kotangesi hər dəfə belə yazıram, amma belə yazılmalıdır. 3 kotangens alfa. Üstə gələk, kotangens kvadrat alfa. 1 çıxaq 2 kotangens kvadrat alfa. Kotangens alfa 2 verib. 3'ü vurdum 2'ye. 2'nin kvadratı 4. 1'den çıxdım. 2 vur 4'ü. O da 6 üstə gəl 4 oldu 10. Məxrəcdə 1 çıxaq 8 mənfi 7. Mənfi 7 də 10. A variant 39. 40-cı suala baxaq. Y bərabərdir. Sinus x vuraq kosinus x çıxaq 2-də 1. Funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğunu tapmaq üçün biz birinci bunu sadələşdiririk. Biz dedik ki, harada sinus kosinus hasili görürüksə, biz bunu bu düstura gətiririk. Baxın, sinus 2x bərabərdir 2 sinus x vuraq kosinus x. Deməli, bu misalı bu düstura uyğun gətirmək üçün əvvəlcə biz bunu 2'yə vurub 2'yə bölürük. Vurdum 2'yə, böldüm 2'yə. Bu bizə verdi sinus 2x bölək 2 çıxaq 2'də 1. Bunu silək. Bunu silək bu artıq belə. Deməli, qiymətlər çoxluğunu tapmaq üçün biz bilirik ki, sinusun qiymətlər çoxluğu mənfi 1 aralığındadır. Ona görə bir dəfə yerinə 1 yazsaq olur. 2'də 1 çıx 2'də 1 0. Mənfi 1 yazsaq olur. Mənfi 2'də 1 çıx 2'də 1 o da oldu mənfi 1. Deməli, qiymətlər çoxluğu oldu mənfi 1'dən 0'a. 41-ci sualda bənzər sualdır. Yenə y bərabərdir. 2'yə vururam. 2 sinus x kosinus x bölürəm 2'yə. Plus 2'də 1. Bu da bizə düstur verdi. Oldu sinus 2x bölək 2 plus 2'də 1. Bir dəfə deməli yerinə 1 yazıram. Olur 2'də 1 üstə gəl 2'də 1 bərabərdir 1. Bir dəfə də yerinə mənfi 1 yazanda olur. Mənfi 2'də 1 üstə gəl 2'də 1 o da oldu 0. Deməli 41-ci sualda qiymətlər çoxluğu oldu 0-1 aralığı. B variantı. Sonra 42'yə baxaq. 42'də necədir? Y bərabər sinus kvadratı kosinus kvadrat olanda biz sinus kosinus olanda 2'yə vurub 2'yə bölürük. Kvadrat olanda sinus kvadrat x kosinus kvadrat x 2'nin kvadratı 4'ə vurub 4'ə bölürəm. Bu da oldu 3. Bu da bize verdi. Sinus kvadratı 2x bölək 4 plus 3. İndi sinus kvadratı x'in qiymətlər çoxluğu 0-1 aralığıdır. O da oldu. Y bərabərdir. Yerinə 0 yazsaq 0 bölək 4 üstə gəl 3 cavab oldu 3. Bir dəfə də 1 yazsaq 4'də 1 üstə gəl 3 oldu 3 tam 4'də 1. Doğru cavab oldu. Yəni 3'dən 3 tam 4'də 1'ə bu aralıqda yerləşir. 43-cü suala baxaq. Y bərabərdir 5 çıxaq yenə. Sinus kvadrat x vuraq kosinus kvadrat hasildirsə biz bunu 4'ə vurub 4'ə bölürük. Oldu 5 çıxaq sinus kvadrat x bölək 4. Sinusun kvadratının ən böyük qiyməti deməli, yəni qiymətlər çoxluğu bir dəfə 0 yazıram yerinə. 5 çıx 0 böl 4 oldu 5. Y bərabərdir 5 çıx 4'də 1. Bu da oldu 4 tam 4'də 3. Yəni 4'də 19. 4'də 19'dan 5'ə C variantı 43'də. Sonra 44-cü suala baxaq. 44. Kosinus alfa ilə sinus alfanın cəmi A olarsa bu ifadənin qiymətini tapın. Gəlin biz bunu əvvəlcə neyiniyik? Sinus alfa üstə gələk. Kosinus alfa bərabərdir A. Bunu kvadrata yüksəldək. Sinus alfa üstə gələk. Kosinus alfanın kvadratı bərabərdir A-nın kvadratı. Bu bizə verdi sinus kvadrat alfa. 2 sinus alfa kosinus alfa üstə gələk. Kosinus kvadrat alfa bərabərdir A kvadratı. Bunların cəmi bizə 1 verdi. Oldu 2 sinus alfa kosinus alfa bərabərdir A kvadratı çıxaq 1. Buradan da sinus alfa kosinus alfa hasilindən cavab alındı. A kvadrat çıxaq 1 bölək 2.
İndi bizə verib sinus kubu alfa üstə gələk kosinus kubu alfa. Bunu bölək 2. İndi bunu kubun açılış açıram. Olur nə? Sinus alfa üstə gələk kosinus alfanın kubu əlavə düstura görə açıram. 3 sinus alfa kosinus alfa vuraq sinus alfa üstə gələk kosinus alfa. Məxrəcə doldu 2. Tapdığım ifadələri yerinə yazsam, sinus alfa üstə gələk kosinus alfanın qiyməti bizdə A-dır. Oldu A-nın kubu, çıxaq. 3 vuraq. Sinus kosinus hasili A kvadrat çıxaq 1 bölü 2'dir. Vuraq sinus kosinusun cəmi A bölü 2. Bu da bərabər A-nın kubu, çıxaq 2-də. 3A-nı sürətə vuram. Olur 3A vuraq A kvadratı çıxaq 1. Məxrəcə doldu 2. Sonra bu da bərabərdir. Sürətdən 2'ni ortaq məxrəci götürsəm, olur 2A-nın kubu çıxaq 3A-nın kubu plus 3A. Məxrəcə də qaldı 2. 2 də məxrəcə düşdü, oldu 4. Mənfi A-nın kubu üstə gəl 3A. O da bərabərdir. Yaza bilərəm ki, 3A çıxaq A-nın kubu bölək 4. 3A çıxaq A-nın kubu bölək 4. Doğru cavab oldu. D variantı. 45 bənzər sualdır. Yenə sinus alfa çıxaq kosinus alfanın qiymətini bizə A verib. Kvadrata yüksəltsəm olur sinus kvadrat alfa 2 sinus alfa kosinus alfa üstə gələk kosinus kvadrat alfa bərabərdir A kvadratı. İfadənin hər iki tərəfini kvadrata yüksəltdim. Sinus kvadratla kosinus kvadratın cəmi 1'dir. Qaldı 2 sinus alfa kosinus alfa bərabərdir 1 çıx A kvadratı. Buradan sinus alfa kosinus alfa hasilini biz tapırıq. 1 çıx A kvadratı bölü 2. İndi kubun açılışı açsaq, sinus kubu çıxaq kosinus kubu əlavə düstura görə olur sinus alfa çıxaq kosinus alfanın xaricdən kubu üstə gələk 3 sinus alfa kosinus alfa vuraq sinus alfa çıxaq kosinus alfa. Məxrəcdə də oldu 2. Verilənləri yerinə yazsaq, olur sinus alfa çıxaq kosinus alfa, yəni A-nın kubu üstə gələk 3 vur 1 çıx A kvadratı bölü 2 vuraq A. Məxrəcdə oldu 2. O da sürətdə A-nın kubu üstə gələk 2'də 3A-nı sürətə vursaq olur 3A çıxaq 3A-nın kvadratı. Məxrəcdə 2. Bu da 2 oldu, məxrəcdə qaldı 2A-nın kubu üstə gəl 3A çıxaq 3A kvadratı. Daha doğrusu 3A kubu. Çünki 3A'ya vururuq 3A kubu. Məxrəcdə oldu 2. O da oldu 4. 3A çıxaq A-nın kubu. Deməli A variantı. 46-cı suala baxaq. Qiymətlər çoxluğunu soruşur. Birinci sadələşdirək. 6'nı ortaq vuruq çıxardıram. Qalır sinus üstü 4 alfa üstə gələk kosinus 4-cü dərəcədən alfa. Sonra 6 vuraq. Əlavə düstura görə açsam bunu olur sinus kvadrat alfanın kvadratı kosinus kvadrat alfanın kvadratı. Sonra A kvadrat üstə gəl B kvadratın əlavə düsturuna görə açıram. Olur sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfanın xaricdən kvadratı çıxaq kəbi, yəni 2 sinus kvadrat alfa kosinus kvadrat alfa. Sinus kvadratın alfa ilə kosinus kvadrat alfanın cəmi bizə 1 verir, olur 6 vuraq 1 çıxaq 2 2 vuraq, deməli sinus kvadratı alfa kosinus kvadrat alfa. Bunu da vurub açanda olur 6 çıxaq 12 sinus kvadrat alfa kosinus kvadrat alfa. Bu sinus 2 alfa düsturu versin deyə mən bunu 6 vuraq, daha doğrusu 6 yoxdur kvadratdır deyə 4 ilə yazıram. Deməli bunu yazıram 3 vuraq 4 sinus kvadrat alfa kosinus kvadrat alfa. O da oldu 6 çıxaq 3 vuraq. Bu bizə düstur verdi. Sinus kvadratı 2 alfanın düsturu. Biz də bilirik ki kvadratın deməli sinus kvadratın ən böyük qiyməti 6 çıxaq 3 vur 1 3 olur. Ən kiçik qiyməti kvadratın 0'dır. 6 çıxaq 3 vur 0, o da oldu 6. Deməli bunun cavabı oldu 3 6. Qiymətlər çoxluq 3-dən 6'ya. B variantı. 47-ci sual oxşar sualdır. Deməli y bərabərdir 4'ü ortaq vuruq çıxardıram. Qaldı sinus üstü 4x üstə gələk kosinus üstü 4x. Əlavə düstura görə açsam 4 vuraq
oldu sinüs kvadrat x'in kvadratı kosinüs kvadrat x'in kvadratı bərabərdir. 4 vuraq. Bunu düstura, əlavə düstura görə açanda sinüs kvadrat x üstə gələk kosinüs kvadrat x'in kvadratı çıxaq 2 vuraq. Sinüs kvadrat x kosinüs kvadrat x. O da bərabərdir. 4 vuraq. Mötərizənin içərisi bizə 1 verir. 1 çıxaq 2 sinüs kvadrat x kosinüs kvadrat x. O da bərabərdir. 4 çıxaq 8 sinüs kvadrat x kosinüs kvadrat x. Bu da biz sinüs alfa düsturu versin diye mən yazıram 2 vuraq 4 sinüs kvadrat x kosinüs kvadrat x. O da oldu 4 çıxaq 2. Bu oldu sinüs kvadratı 2x. Bir dəfə sinüs kvadratı da yerinə 1 yazıram. 2'ni vuram 1'e cavab oldu 2. Bir dəfə də yerinə 0 yazıram. O da oldu 2. 0 yazanda oldu 4. Deməli bunun cavabı oldu 2, 4 D variantı. 48-ci suala baxaq. Sinüs kosinüs hasili 8'də 3 olarsa 3 vuraq. Deməli modulda sinüs alfa çıxaq, kosinüs alfa fərqini tapın. Baxın, biz dedik ki kök altında a kvadratından modulda çıxır. Deməli elə bu kök altında sinüs x, sinüs alfa çıxaq, kosinüs alfanın kvadratıymış. Belə yaza bilərəm. Olur 3 vuraq kök altında sinüs alfa çıxaq, kosinüs alfanın kvadratı. O da oldu 3 vuraq kök altında deməli sinüs kvadratı alfa çıxaq 2 sinüs alfa kosinüs alfa üstə gələk kosinüs kvadrat alfa. Sinüs kvadratına kosinüs kvadratın cəmi bizə 1 verir. Olur 3 kök altında 1 çıxaq 2 vuraq bunların hasili. Bunların hasilində 8'də 3 vermişdi. O da bərabərdir. 3 vuraq kök altında 1 çıxaq 4'də 3. Bərabərdir. 3 vuraq kök altında 1'dən 4'də 3 çıxanda 4'də 1 qalır. O da 3 vuraq 2'də 1. O da oldu 1 tam 10'da 5 Y variantı. 49-cu suala baxaq. Yenə 2 vuraq. Modulda sinüs alfa kosinüs alfanı kök altında yaza bilərəm. Sinüs alfa üstə gələk kosinüs alfanın kvadratı. O da bərabərdir. 2 vuraq kök altında. Müxtəsərə görə açsam olur. Sinüs kvadrat alfa üstə gələk 2 sinüs alfa vuraq kosinüs alfa üstə gələk kosinüs kvadrat alfa. O da bərabərdir. 2 vuraq kök altında sinüs kvadratına kosinüs kvadratın cəmi bizə 1 verir. 2'ni vurdum 3'də 1'e. O da oldu 2 vuraq kök altında 3'də 3 üstə gəl 2. O da oldu 2 vuraq kök altında 3'də 5 D variantı. Sonra 50-ci suala baxaq. Deməli 50-ci sualda nə deyir? 50. Sinüs kvadrat alfa çıxaq. Deməli sinüs 4-cü dərəcənin alfa üstə gələk kosinüs 4 alfa. Mən bunu necə edəcəm? Baxın uşaqlar. Bunu yaza bilərik. Sinüs kvadrat alfa çıxaq. Sinüs üstü 4 alfa çıxaq. Kosinüs üstü 4 alfa. Yaza bilərik də bunu. Məxrəci də o qayda ilə yaza bilərəm. Kosinüs kvadrat alfa çıxaq. Kosinüs kvadrat alfa çıxaq. Sinüs, daha doğrusu kosinüs 4-cü dərəcənin alfa, sinüs 4 alfa. O da bərabərdir. Sinüs kvadrat alfa çıxaq. Biz bunu mötərizənin üçün a kvadratı çıxaq b kvadratı düsturuna görə yaza bilərik də, düzdür? Onda yaza bilərəm. Sinüs kvadratı alfa çıxaq kosinüs kvadrat alfa. Vuraq. Sinüs kvadratı alfa üstə gələk kosinüs kvadrat alfa. Məxrəci də yeni ilə yaza bilərəm. Kosinüs kvadrat alfa çıxaq. Yazaram kosinüs kvadrat alfa çıxaq. Sinüs kvadrat alfa. Bir də kosinüs kvadrat alfa üstə gələk sinüs kvadrat alfa. O da bərabərdir. Baxın, sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa bizə 1 verir. Bu oldu 1, bu da oldu 1. Ona görə sürətdə qaldı. Sinüs kvadratı alfa çıxaq. Sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa. İşarə əksinə dəyişdi çünki qarşısında mənfi var. Məxrəcdə qaldı kosinüs kvadrat alfa çıxaq. Kosinüs kvadrat alfa üstə gələk sinüs kvadrat alfa. O da bərabərdir. Kosinüs kvadratlar islah oldu. Sinüs kvadratlar islah oldu. Qaldı kosinüs kvadrat alfa bölək sinüs kvadrat alfa. Kosinüsün sinüsə nisbəti
Kotangens kvadratı alfa. 50-ci sualda cavab oldu C variantı. 51-ci suala baxaq. Deməli, bu kəsiri ixtisar aparın deyir. Bu kəsiri ixtisar etmək üçün biz birinci bunu vurğulara ayırmalıyıq. Sürəti necə vurğulara ayıracağım? Sinus kvadrat alfa çıxaq. 5 sinus alfanı yaza bilərik. 2 sinus alfa çıxaq. 3 sinus alfa. Onsuz da bunlar bizə 5 verir cəmi. Üstə gəl 6. Məxrəcdə kosinus kvadrat alfanın yerinə yaza bilərəm. 1 çıxaq sinus kvadrat alfa. Üstə gələk 2 sinus alfa çıxaq 1. Bərabərdir. Yuxarını qruplaşdırıb vurğulara ayırsaq 2 belə. Buradan sinus alfanı ortaq vuruq çıxarsam qalır sinus alfa çıxaq 2. 3'ü ortaq vuruq çıxarsam qalır sinus alfa çıxaq 2. Birlər islah oldu. Məxrəcdən sinus alfanı ortaq vuruq çıxardıram. Qalır 2 çıxaq sinus alfa. Bərabərdir. Sürətdən sinus alfa çıxaq 2-ni yenidən ortaq vuruq çıxartsaq qalır sinus alfa çıxaq 3. Məxrəcə də oldu sinus alfa vuraq 2 çıxaq sinus alfa. Deməli sinus alfa çıxaq 2 ilə 2 çıxaq sinus alfa islah oldu. Qaldı mənfi ixtisar oldu. Mənfi sinus alfa çıxaq 3 bölək sinus alfa. Mənfi sürətin işarəsini dəyişdi. Oldu 3 sinus alfa bölək sinus alfa. Elə cavab varmı? Var. D variantı. 52-ci suala baxaq. 52-ci sualda bunu ortaq məxrəc edirik. Elə kotanges açaq. Yazaq sinus x 1 çıx kosinus x. Kotangesi yaza bilərəm. Kosinus x bölək sinus x. Bunları ortaq məxrəc götürsək 1 çıx kosinus x-in sinus x-i hasilini tapıram. Bu da çarpaz bura vurulur olur sinus x. Bu da 1 çıxaq kosinus x-a vurulur. Sinus x-a vuranda oldu sinus kvadrat x. Kosinus x'i da vururam. 1 çıxaq kosinus x-a. O da bərabərdir. Sürətdə qaldı sinus kvadrat x çıxaq kosinus x. Üstə gələk kosinus kvadrat x. Məxrəcdə qaldı 1 çıxaq kosinus x vuraq sinus x. Bu sinus kvadratla kosinus kvadratın cəmi bizə 1 verdi. Sürətdə oldu 1 çıxaq kosinus x. Məxrəcdə oldu 1 çıxaq kosinus x vuraq sinus x. Buna da ixtisar getdi. Sürətdə qaldı 1. Məxrəcdə qaldı sinus x. O da doğru cavab oldu. D variantı 52. 53-cü suala baxaq. Baxın uşaqlar, bizə deyir 1 üstə gəl sinus x böl kosinus x bərabərdir 3-də 1 olarsa kosinus x böl 1 çıxaq sinus x ifadəsinin qiymətini tapın. Yəni bunu çarpaz vurub yazmaqla heç nə alınmır. Yəni deyərsiniz gəlin başdan çarpaz vuraq əvəz etməklə yazaq. Gəlin bunu daha rahat üsulla belə yazaq. Baxın kosinus x deyil. Bunu məxrəcin qoşmasına vuran 1 üstə gəl sinus x. Məxrəcə də oldu 1 çıxaq sinus x, 1 üstə gəl sinus x. Məxrəc bizə müxtəsər vurma düsturuna görə 1'in kvadratı çıxaq, sinusun kvadrat x-i verir. Bu da oldu kosinus x, vuraq 1 üstə gəl sinus x. Bərabərdir. 1 çıxaq sinus kvadrat x bizə verir, kosinus kvadrat x. Bu da oldu kosinus x vuraq 1 üstə gələk sinus x. Bu da bərabərdir. Kosinus x ilə kosinus x getdi. Sürətdə qaldı 1 üstə gəl sinus x bölək kosinus x. Elə eyni ifadəni aldım. Deməli bu ifadələr ilə biri birinə bərabərdir. Doğru cavab oldu C variantı. 54-cü suala baxaq. Bunu ortaq məxrəc eləmək uzun gedəcək. Yəni qısa üsulunu biraz yazaq. 1 çıxaq tangens yazaq. Sinus x bölək kosinus x. Məxrəcə yazaq 1 üstə gələk. Sinus kvadrat x bölək kosinus kvadrat x. Görək nə alınır. Yine sürətdə 1 üstə gələk kosinus x bölək sinus x. Məxrəcdə 1 üstə gələk kosinus kvadrat x bölək sinus kvadrat x. Sürət bizə verir. Deməli ortaq məxrəc eləsək sürət olur. Kosinus x çıxaq sinus x. Məxrəcdə də kosinus kvadrat x ortaq məxrəc götürsək olur. Kosinus kvadrat x üstə gələk sinus kvadrat x. Yine ikinci kəsin sürətini ortaq məxrəc edirəm. Olur
Sinüs x üste gerek kosinüs x. Buradan da sinüs kvadratın ortak məxrəci götürsəm olur. Sinüs kvadrat x üste gerek kosinüs kvadrat x. Baxırıq nəyə? Deməli, bunun məxrəci, bax sinüs kvadratın, kosinüs kvadratın cəmi bizə 1 verir. Məxrəcin məxrəci sürətə vurulur. Yəni olur kosinüs x çıxaq sinüs x bölək kosinüs x vuraq kosinüs kvadrat x. Üstə gələk. Yenə bu bizə 1 verir. Olur sinüs x üstə gəl kosinüs x bölək sinüs x vurulur sinüs kvadrat x-a. Kosinüsdən bu ixtisar getdi. Bunu da sürətə vursaq olur kosinüs kvadrat x çıxaq sinüs x vuraq kosinüs x. İkinci kəsirdə bununla bu ixtisar getdi. Sinüsü sürətə vursam oldu. Sinüs kvadrat x üstə gələk sinüs x vuraq kosinüs x. Sinüs x kosinüs x-də bir mənfi bir müsbət islah oldu. Qaldı sinüs kvadrat üstə gəl kosinüs kvadratı. Doğru cavab oldu 1. D variantı. 55-ci suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Birinci sadələşdirək, ortaq məxrəc edirik. Sinüs kvadrat x vuraq kosinüs kvadrat x sürətdə də olur. Deməli, kosinüs kvadrat x üstə gələk sinüs kvadrat x. Bu kəsin sürəti bizə 1 verir. Məxrəcə sinüs kvadrat x vuraq kosinüs kvadrat x. Biz dedik ki, sinüs kosinüs hasil olanda 2'yə vurub 2'yə bölürük. Kvadrat onda 4'ə vurub 4'ə bölürəm. Sinüs kvadrat x, kosinüs kvadrat x sürətdə də 4. Bu da oldu 4. Məxrəc bizə düstur verdi. Sinüs kvadratı 2x-in düsturunu verdi. Kvadratın ən böyük qiyməti 1'dir. 4'ü böldüm 1'ə oldu 4. Ən kiçik qiyməti deməli bu sinüs kvadratı biz bilirik ki 0-1 aralığında bölür. Deməli burada 4 ola bilər. 0 qoya bilmərik çünki məxrəc 0 olar. Biz bura məsələn 0-1 arasında qiymətlər qoyanda burada elə ən kiçik qiymət 4 olur. Yerdə qalan qiymətlər 4-dən böyük ədədlər olur. Bunun qiymətlər çoxluğu 4 müsbət sonsuzluq olur. Niyə? 0-1 arasında tutaq ki 0 qoya bilmirik. Məxrəc 0 olmur. 0-1 arasında tutaq ki 2'də 1 qoyuram. Olur nə? 4 bölək 2'də 1. Cavab oldu 8. 3'də 1 qoyuram. 4 bölək 3'də 1. Cavab oldu 12. Yəni bunun qiyməti getdikcə böyüyür. Elə burada olur 4'dən müsbət sonsuzluğa. Ən kiçik qiyməti elə 4 olur bunun. Yerdə qalan qiymətlər 4'dən müsbət sonsuzluq olur. C variantı. 6-cı suala baxaq. Hangi sayfa bərabərdir 2 olarsa bu ifadəsinin qiymətini tapın. Deməli biz deyirik ki tangensin məxrəci sinus alfa bölək kosinus alfadır. Bərabərdir 2. İndi biz bu ifadəyə baxaq. Bunun deməli ən böyük dərəcəsi kubdur. Ona görə biz bunu hədbət kosinus kubuna bölürük. Necə bölək? Kosinus kubuna böləndə baxın bu birinci ifadədə qalır 1. Üstə gələk. Sinus kubunu kosinus kubuna böləndə qalır tangens kubu alfa. Sonra burada sinus kubunu kosinus kubuna bölsək qalır yenə tangens kubu alfa. Daha sonra bu ifadəni kosinus kubuna bölsək bununla bunun biri gedir kosinus kvadratı qalır. O da olur 3 tangens kvadrat alfa. Tangensin qiyməti bizə 2 verib. Gətirib əvəz etsək 1 üstə gəl 8. Çünki 2'nin kubu 8 olur. O da 8 üstə gəl 3 vur 4. O da oldu 20'də 9. Y variantı 56. 7-ci suala baxaq. Bizə deyir kotangens 7x böl 34 bərabərdir 7'ye. Kosinus 7x böl 17'ni tapın. Baxırsınız 7x böl 34 7x böl 17'dən 2 dəfə kiçikdir. Gəlin belə edək. Mən buradan 7x böl 34'ə bir alfa desəm. Onda 7x böl 17 olur 2 alfa. Düzdür, ona 2 dəfə böyükdür. Əvəz etmədə yerinə yazsaq olur. Kotangens alfa bərabərdir 7. Kosinus 2 alfa bərabərdir suala. Bunu tapın. Mən birinci kotangensdən sinus kosinusu tapa bilərəm. Necə tapıram? 1 üstə gələk. Kotangens kvadratı alfa bərabərdir 1 bölək sinus kvadrat alfa. Yerinə yazsaq olur 1 üstə gəl 49 bərabərdir 1 bölək sinus kvadrat alfa. Oradan da sinus kvadrat alfa oldu 50'də 1.
Biz bilirik ki sinüs kvadrat alfa ile kosinüs kvadrat alfanın cəmi 1'dir. Ona göre kosinüs kvadrat alfanı tapsam 1'dən çıxıram sinüs kvadrat alfanı. Yəni kosinüs kvadrat alfa bərabərdir 1 çıxaq 50'də 1. O da oldu 50'də 49. Biz indi kosinüs 2 alfanı tapmalıyıq. Kosinüs 2 alfanı tapmaq üçün kosinüs 2 alfanın açılışı var. Kosinüs kvadratı alfa çıxaq. Sinüs kvadratı alfa. Kosinüs kvadrat alfanın qiyməti oldu 50'də 49. Çıxaq sinüs kvadrat alfanın qiyməti oldu 50'də 1. O da oldu 50'də 48. Biz bunu onluq kəsir şəklində yazsaq 2'yə vursaq olur %96. 0 tam %96. Bizdən kosinüs 7x bölək 17'ni soruşurdu da. Onsa biz 2 alfanı tapmışıq. 2 alfaya da dedik 7x böl 17. Elə bu oldu 0 tam %96. Doğru cavab A variantı. 58-ci suala baxaq. 58-ci sualı ortaq məxrəc edib də sadələşdirə bilərik. Gəlin bir bu üsulla yazaq. Məxrəcin qoşmasına vuraq. Məxrəc oldu 1 üstəgəl sinüs alfa. 1 çıx sinüs alfa. Sürətə yazsam kosinüs kubu alfa vuraq. 1 çıx sinüs alfa. Sonra ikinci kəsirdə yenə məxrəcin qoşmasına vuram. 1 üstəgələk kosinüs alfanı. 1 çıxaq kosinüs alfaya vururam. Bu da oldu sinüs kub alfa. 1 çıxaq kosinüs alfa. Bunun məxrəci bizə verdi. 1 çıxaq sinüs kvadrat alfa. Sürətdə də oldu kosinüs kub alfa. 1 çıxaq sinüs alfa. Çıxaq. Yenə məxrəc 1 çıxaq kosinüs kvadrat alfa. Sürətdə sinüs kub alfa. 1 çıxaq kosinüs alfa. O da bərabərdir. 1 çıxaq sinüs kvadrat alfa kosinüs kvadrat alfanı verir. Bu da oldu kosinüs kub alfa. 1 çıx sinüs alfa. Çıxaq. Bu da 1 çıxaq sinüs kvadrat alfa bizə verir. 1 çıxaq kosinüs kvadrat alfa daha doğrusu. Bizə verir sinüs kvadrat alfa. Yazdım sinüs kvadrat alfa. Sinüs kubu alfa. 1 çıx kosinüs alfa. Bərabərdir. Kvadratla kubun biri getdi qaldı. Kosinüs alfa 1 çıxaq sinüs alfa. Çıxaq bunlar da getdi. İxtisar getdi qaldı. Sinüs alfa vuraq. 1 çıxaq kosinüs alfa. Bunu mötərizənin daxilına vurub açsam kosinüs alfa çıxaq. Sinüs alfa kosinüs alfa. Çıxaq sinüs alfa üstə gələk. Sinüs alfa kosinüs alfa. Bunlar da bir mənfi bir müsbət islah oldu. Qaldı kosinüs alfa çıxaq sinüs alfa. Doğru cavab oldu. Y variantı. Ortaq məxrəc eləmək çox uzun gedərdi. Amma belə yazsaq tez sadələşmiş olur. 59'u yazdıq. Daha doğrusu 58'i Y. 59 indi yazaq. 59'uncu sual yazaq. Deməli 3 vuraq. 1 çıx. Sinüs alfa vur kosinüs alfa. Burada tangens alfanı sinüs alfa böl kosinüs alfa kimi yazıram. Üstə gələk 3 sinüs kvadrat alfa. Üstə gəl 2. Bərabərdir. Kosinüs alfalar ixtisar getdi. Qaldı 3 vuraq. 1 çıxaq sinüs kvadrat alfa. Üstə gələk 3 sinüs kvadrat alfa plus 2. Bunu da vurub açıb sadələşdirsəm 3 çıxaq 3 sinüs kvadrat alfa üstə gələk 3 sinüs kvadrat alfa üstə gəl 2. Bunlar da bir mənfi bir müsbət islah oldu. 3'ün üstteki geldim oldu 5. 59'da cevap 5. 60'da ona benzer sualdır. 1 çıxaq sinüs alfa kosinüs alfa. Kotangesi yazıram. Kosinüs alfa bölək sinüs alfa. Üstə gələk 2 kosinüs kvadrat alfa plus 4. O da bərabərdir. Bu sinüs alfalar getdi. 2 vuraq 1 çıxaq kosinüs kvadrat alfa qaldı. Üstə gələk 2 kosinüs kvadrat alfa plus 4. O da bərabərdir. Vurub açıb sadələşdirsəm, və yaxud da belə də yaza bilərəm. Bu mötərizənin içərisi bizə sinüs kvadrat alfa verir. 2 sinüs kvadrat alfa 2 kosinüs kvadrat alfa plus 4. Sinüs kvadratdan kosinüs kvadratın cəmi 1'dir. Burada 2 vuraqda 2 olur. 2 vur 1 üstə gəl 4 oldu 6. 59'da yox 60'da cevap oldu 6. 59'da 5, 60'da cevap 6. 61. suala baxaq.
Tangent alfa ilə kotangent alfanın cəmini 4 verib kvadratlar cəmini soruşub. Ən sadə üsul kvadrata yüksəltməkdir. Tangent alfa üstə gəl kotangent alfanın kvadratı bərabərdir 4'ün kvadratı. O da oldu tangent kvadrat alfa. 2 vuraq tangent alfa vur kotangent alfa. Üstə gələk kotangent kvadrat alfa bərabərdir 16. Kotangent kvadratının tangentle kotangentin hasili bize 1 verir. Tangent kvadrat alfa üstə gələk kotangent kvadrat alfa olur 16 çıxaq 2 bərabərdir 14. 61'də cavab 14. Sonra baxaq 62-ci suala. Burada sürətdə sinus kvadratı verib. Sinus kvadratını yaza bilərəm 1 çıxaq kosinus kvadrat alfa. Məxrəcdə 1 üstə gələk kosinus alfa. Yine sinus kvadratını yerine yazaram 1 çıxaq kosinus kvadrat alfa. 1 çıxaq kosinus alfa. Sürəti müxtəsər vurma düsturuna görə a kvadrat çıxaq b kvadrat düsturuna görə açıram. 1 çıxaq 1 üstə gələk. Məxrəcə doldu 1 plus kosinus alfa. Yine sürət 1 minus kosinus alfa. 1 plus kosinus alfa. Məxrəcə də 1 minus kosinus alfa. 1 plus kosinus alfalar getdi qaldı 1 minus kosinus alfa. 1 minus kosinus alfalar getdi 1 plus kosinus alfa. Kosinus alfalar islah oldu. 1'in üstə 1 gələndə 2. 62'də cavab oldu 2. 63-cü suala baxaq. Kosinus kvadrat alfanın yerinə yaza bilərəm 1 çıxaq sinus kvadrat alfa. Məxrəcdə 1 üstə gələk sinus alfa. Üstə gələk. Kosinus kvadratın yerinə yaza bilərəm 1 çıxaq sinus kvadrat alfa. Məxrəcdə 1 çıxaq sinus alfa. Yine bunun müxtəsər vurma düsturuna görə 1 çıxaq 1 üstə gələk yazsaq üstə gələyə gedir. Sürətdə qalır 1 çıxaq 1 çıx sinus alfa. Burada da çıxağa gedir üstə gələyə qalır. 1 üstə gələk sinus alfa. Sinus alfalar da islah oldu. 1 üstə gəl 1 2. 63'də cavab 2. 64'də baxaq. Deməli sinus üstə 6 alfa üstə gələk kosinus üstə 6 alfa üstə gəl 3 sinus kvadrat alfa kosinus kvadrat alfa çıxaq 1. Bu ifadəni sadələşdirin. Gəlin biz bunu belə yazaq. Sinus kvadratı alfanın kubu üstə gələk kosinus kvadrat alfanın kubu üstə gəl 3 sinus kvadrat alfa kosinus kvadrat alfa çıxaq 1. Biz bunu kubun açılış aça bilərik. Əlavə düstura görə bunun əvvəlki tapşırıqlarda da işləmişdik. A kubu üstə gəl A üstə gəl B'nin kubu çıxaq 3A yəni sinus kvadrat alfa B yəni kosinus kvadrat alfa mötərizədə A plus B. Yəni sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa plus 3 sinus kvadrat alfa vuraq kosinus kvadrat alfa minus 1. Sinus kvadrat alfa ilə kosinus kvadrat alfanın cəmi bizə 1 verir. Olur 1 çıxaq 3 sinus kvadrat alfa kosinus kvadrat alfa üstə gələk 3 sinus kvadrat alfa kosinus kvadrat alfa çıxaq 1. Bunlar da 1 mənfi 1 müsbət islah oldu. 1'dən 1 çıxdım. Cavab oldu 0 64'də. Keçək 65-ci suala. 65-ci sualda da tangensə qiymət verib kosinusu soruşur. Baxın tangensən kosinusun birgə düsturu vardı. 1 üstə gəl tangens kvadrat alfa 1 bölək kosinus kvadrat alfa. O da 1 üstə gəl 4'də 1 bərabərdir 1 böl kosinus kvadrat alfa. 4'də 5 bərabərdir 1 böl kosinus kvadrat alfa. Buradan da kosinus kvadrat alfanı tapsaq olur 5'də 4. Bizə deyir 8 çıxaq 5 vuraq kosinus kvadrat alfanı tap. Yəni 5'in yerinə kvadratın yerinə yazıram 5'də 4. O da oldu 8 çıxaq 4. 8'dən 4 çıxanda 4 oldu 61. 61 yox 65. Mən bunu 61 yazmışam. Sonra 66-cı suala baxaq. Kotangens alfa 3'də 1. Biz də bilirik ki 1 üstə gəl kotangens kvadrat alfa 1 bölək sinus kvadrat alfadır. 1 üstə gəl 9'da 1 1 bölək sinus kvadrat alfadır. Buradan deyirik ki sinus kvadratı alfa bunun ortaq məxrəcində 9'da 10 olur. Biz də 10'da 9 götürürük də 10 tərsini. İndi gətirib əvəz etmədə yerinə yazsaq 12 çıxaq 10 vuraq 10'da 9. O da 12'dən 9 çıxanda cavab oldu 66'da 3.
Sonra 67-ciyə baxaq. 67-də uşaqlar tangens alfanın kotangens alfa hasili 1 veribsə, yəni orada deməli bunların bucaqları bərabərdir. Çünki tangenslə kotangensin hasili 1-dirsə, oradakı bucaqlar bərabərdir. 67-də bucaqları bərabərləşdirirəm. Yəni yazıram 3a kvadrat üstə gəl 5a plus 8 bərabərdir. 2a kvadrat üstə gəl 9a üstə gəl 20. 3a kvadratdan 2a kvadrat çıxanda qaldı a kvadratı. 5-dən 9 çıxanda -4a. 8-dən 20 çıxanda -12 bərabərdir 0-a. Deməli kökləri cəmi oldu 4. Kökləri hasili oldu -12. O da 6 və -2. Biz də mənfini götürmürük. Natural qiymət soruşduğuna görə A-nın qiyməti oldu 6. 68 də yenə eyni sualdır. 68-də sinus kvadratı ilə kosinus kvadratın cəmi 1-dirsə, deməli bucaqlar bərabərdir. Çünki düsturda sinus kvadrat alfa çıxaq, kosinus kvadrat alfa, daha doğrusu çıxaq yox, üstə gələk cəmləri bərabərdir. 2a kvadratı çıxaq 4a üstə gəl 9. 2a kvadratının 3a kvadratının 2a kvadratı çıxanda qalır a kvadratı. Çıxaq a, çıxaq 6 bərabərdir 0. Bunun da kökləri cəmi bizə verdi 1. Kökləri hasili oldu -6. Cavab olur 3 və -2. 3 və -2. Biz də buradan -2'ni götürmürük. Cavab oldu 3. Çünki bizdən natural qiymət soruşur 68'də. Daha sonra baxaq 69-cu suala. 69-cu sualı sadələşdirək. Bizə deyir kotangens alfa bərabərdir 3'də 1. Gəlin düsturu yazaq. Kotangensin sinüsünə olan düsturu 1 üstə gələk. Kotangens kvadratı alfa bərabərdir 1 bölək sinus kvadrat alfa. Bu da 1 üstə gəl 9'da 1 bərabərdir 1 bölək sinus kvadrat alfa. Buradan da sinus kvadratı alfa 9'da 10. O da tərsi 10'da 9 olur. Aha. İndi yerinə yazsaq əvəz etmədə olur nə? Sinus kvadratı alfa. Yəni 10'da 9. Çıxaq bu sinus üstü 4 alfa 10'da 9'un olur kvadratı. O da oldu 10'da 9 çıxaq %81. Bunu da 100'e gətirsək olur %90 çıxaq %81. O da ixtisar gedir olur %9. Yəni 0,9. İkinci suala baxaq. Deməli tangens x üstə gələk kotangens x bərabərdir 3 olarsa, bunların kubları fərqini, öz fərqinin nisbətini soruşur. Gəlin bunu kvadrata yüksəldək. Verilən ifadə niyə kvadrata yüksəldirəm? Çünki bu ifadəni kubun açılış açacağım. İxtisar gedəcək. Mənə bunların kvadratları cəmi lazım olacaq. Elə onu başdan yazım. Kvadrata yüksəltsəm olur tangens kvadrat x. 2 vuraq tangens x vuraq kotangens x üstə gələk kotangens kvadrat x bərabərdir 9. Bu bizə tangensin kotangensi hasili 1 verir. Olur tangens kvadrat x üstə gələk kotangens kvadrat x 9'dan 2 çıxanda cavab oldu 7. İndi bunu kubun açılış atsam olur tangens x çıxaq kotangens x. Sonra birincinin kvadratı tangens kvadrat x bir-birinə hasili tangens x vuraq kotangens x üstə gələk kotangens kvadrat x. Məxrəcdə də yenə olur tangens x çıxaq kotangens x. Bunlar ixtisar getdi. İndi kvadratları cəmini tapmışdım 7. Tangensin kotangensi hasili 1. Məxrəcdə də 1 qalmışdı. Cavab oldu 8. 71-ci suala baxaq. Sinus x bərabərdir kotangens x-a. Kotangesdə kosinus x bölək sinus x yazsam, çarpaz vursam, deməli sinus kvadrat x kosinus x-a bərabərdir. Əvəz etmədə yerinə yazsam, 4 çıxaq kosinus kvadrat x çıxaq sinus kvadrat x olur. Kosinusun yerinə sinus kvadrat x yazdım. O da 4 çıxaq. Mötərizədə yazsam, kosinus kvadrat x üstə gələk sinus kvadrat x. O da bizə 1 verir. 4'dən çıxdım 1 qaldı cavab 3. 71'də 3. Sonra baxaq 72-ci suala. 72-ci sualda tangens x ilə kotangens x-in cəmini bizə verib 3.
Mənə kvadratlar cəmi lazım olacaq. Görürsünüz, misalda kvadratlar cəmi var. Ona görə müxtəsərə görə kvadrata yüksəltsəm, tangens kvadrat x 2 tangens x vur kotangens x üstə gəl kotangens kvadrat x bərabər 9. Əvvəlki tapşırıqlarda ətraflı yazmışdıq. Bu da tangens kvadrat x kotangens kvadrat x 9'dan 2 çıxanda cavab oldu 7. İndi biz bunu əvəz etmədə yerinə yazsaq, olur nə? 7 çıxaq 1 bölək sinus x vur kosinus x hasili. Bəs mən sinus x kosinus x hasilini necə tapacağım? Yenə bu tangens x üstə gəl kotangens x-dən tapıram. Necə? Baxın buradan yazacağım. Tangens x açıram. Sinus x böl kosinus x. Üstə gəl kotangens x açıram. Kosinus x böl sinus x. Bərabərdir 3. Ortaq məxrəc edirəm. Sinus x kosinus x çarpaz vurulanda oldu. Sinus kvadrat x, kosinus kvadrat x bərabərdir 3. O da sürətdə 1, məxrəcdə sinus x, kosinus x bərabərdir 3. Gətirib belə bunu da yerinə yazanda olur 7 çıx 3, cavab oldu 4, 72-də. Yəni tangens kvadratla kotangens kvadratın qiyməti ilə 1 böl sinus x, kosinus x-in qiyməti tapıb yerinə yazırıq. 73-cü suala baxaq. Sinus x çıxaq, daha doğrusu sinus alfa. Sinus alfa çıxaq, kosinus alfa bərabərdir 2 böl kökdə 7. Olarsa 7 kosinus 2 alfanın kvadratını tapın. Gəlin birinci bunu kvadrata yüksəldək. Olur sinus alfa çıxaq, kosinus alfanın kvadratı bərabərdir 7-də 4. Bu da açsaq, sinus kvadratı alfa çıxaq 2 sinus alfa kosinus alfa. Üstə gələk, kosinus kvadrat alfa bərabərdir 7-də 4. Sinus kosinus kvadrat cəmi bizə 1 verir. 1 çıxaq sinus 2 alfa. Çünki 2 sinus alfa kosinus alfa da sinus 2 alfa verir axı. Oldu 7-də 4. Sinus 2 alfa bərabərdir 1-dən 7-də 4 çıxanda qaldı 7-də 3. 7-də 3. Bu sinus 2 alfanın qiymətidir. Bizə kosinus 2 alfa lazımdır. Biz də bilirik ki, sinus kvadratı alfa ilə kosinus kvadratı alfanın cəmi 1'dir. Mən bura 2 alfa da yaza bilərəm. Bucaqlar eyni olmalıdır əsas. Sinus kvadratı alfanın qiyməti 49'da 9 olsa kvadratı. Kosinus kvadratı 2 alfa olur 1. Buradan da kosinus kvadratı 2 alfanı tapsam 1'dən çıxıram 49'da 9. O da olur 49'da 40. İndi bizə deyir ki, 7 vuraq kosinus 2 alfanın kvadratını tapın. Bunu kvadrata yüksəltsək olur 7'nin kvadratı vuraq kosinus kvadratı 2 alfa. Yerinə əvəz edib yazsam olur 49 vuraq 49'da 40. 49'da ixtisar gedir. Doğru cavab oldu 40. 74-cü suala baxaq. X bucağı 0-1 bölmə 2 arasındadır. Yəni birinci rübdədir. 4 bölək sinus x bərabərdir 2 kökdə 5 böl kosinus x-ə, o da bərabərdir a-ya. A-nı tapmaq lazımdır. Bunun üçün ilk 2 tənliyi çarpaz vuracağım. Olacaq nə? 4 kosinus x bərabərdir 2 kök altında 5 sinus x. Kosinusu sinusa bölsəm olur kotangens x bərabərdir 2 kökdə 5 böl 4. Buradan kotangens x bərabərdir kökdə 5 böl 2. Mən a-nı tapmaq üçün ya 2 kökdə 5'i kosinus x-ə bölə bilərəm və yaxud da 4'ü bölərəm sinus x-ə. Gəlin kotangensdən sinusu tapaq. Necə tapa bilərik? Tutaq ki, bura x bucaq olsun. Onda biz deyirik ki, kotangensin qaydası nədir? Bitişik katetin qarşı katetə nisbəti. Onda 5, 2 kvadratlar cəm olur. 5 üstə gəl 4, 3. Hipotenuz oldu 3. Onda biz sinus x-i tapıb, sinus x-in qaydası nədir? Qarşı katetin hipotenuza nisbəti. 2'nin 3'ə nisbəti. Burada əvəz etsək yerinə 4 bölək 3'də 2. O da 4 vur 3 böl 2. Doğru cavab oldu 6. 75-ci suala baxaq. Tangens alfa üstə gələk kotangens alfa bərabərdir 3 olarsa, tangens kubu alfa üstə gələk kotangens kubu alfanı tapın. Bunu kubun açılışı kimi atsam, tangens alfa üstə gələk kotangens alfanı vuraq. Əlavə düsturuna görə açsam kubu çıxaq. 3
tangens alfa vuraq kotangens alfa. Bu da olur ne? Vuraq tangens alfa üstə gələk kotangens alfa. Baxın uşaqlar, bu düstura görə açdım. A-nın kubu üstə gəl B-nin kubu bərabərdir. A plus B-nin kubu çıxaq 3AB vuraq A plus B. İndi tangens alfa ilə kotangens alfanın cəmi 3'dür. Olur 3'ün kubu çıxaq 3 vuraq. Tangens kotangesin hasili 1 verir. Bunların da qiyməti 3'dür. 27'dən 9 çıxdım. Doğru cavab oldu 18. 76 oxşar sualdır. Yine əlavə düstura görə açıram. Tangens alfa çıxaq kotangens alfanın kubu üstə gələk 3 tangens alfa vuraq kotangens alfa. Vuraq mötərizədə tangens alfa çıxaq kotangens alfa. O da bərabərdir. Tangens alfa çıxaq kotangens alfanın qiyməti 3'dür. 3'ün kubu üstə gəl 3 vur 1 vur 3. O da 27 üstə gəl 9 oldu 36. 76'da 36. 77. suala baxaq. P parametrin hansı müsbət qiymətində müəyyən alfa bucağı üçün sinus alfa və kosinus alfa tənliyin kökləri olar. Birinci bunu silək. Baxın uşaqlar. 77. Tənliyin kökləri sinussa, yəni x1 sinus alfadır. x2 kosinus alfadır. Biz bunu çevrilmiş kvadrat tənliyə gətirsək 8'e bölməliyik. X çıxaq 3 böl 8 bərabərdir 0. Biz buradan deyə bilərik kökləri cəmi P böl 8'dir. Yazıram sinus alfa üstə gələk kosinus alfa bərabərdir P böl 8. Kökləri hasil sinus alfa vuraq kosinus alfa bərabərdir mənfi 8'də 3. Biz bunu iki tərəfdən kvadrata yüksəltsək olur. Sinus kvadrat alfa 2 sinus alfa kosinus alfa üstə gələk kosinus kvadrat alfa bərabərdir P kvadrata bölək 64. Sinus kosinus hasilinin qiyməti mənfi 8'də 3'dür. Kvadratları cəmdə 1'dir. 1 üstə gəl 2 vuraq mənfi 8'də 3 bərabərdir P kvadrata bölək 64. 1 çıxaq 4'də 3 bərabərdir P kvadratı bölək 64. 4'də 1 bərabərdir P kvadratı bölək 64. P kvadratı bərabərdir 16. P də bərabərdir 4. 77 cavab oldu 4. Sonra 78. suala baxaq. 78 də oxşar sualdır. Yenə x1'in qiymətini bizə verib sinus alfa. Tənliyin kökləri x2 bərabərdir kosinus alfa. İndi bu ifadəni 9'a bölüb çevrilmiş kvadrat tənliyi edirəm. Kökləri cəmi x1 üstə gəl x2 bizə verib P böl 9. Yəni sinus alfa üstə gələk kosinus alfa P böl 9. Sinus alfa vuraq kosinus alfa kökləri hasili mənfi 9'da 4. Yine bunu kvadrata yüksəldək. Olur sinus kvadrat alfa 2 vuraq sinus alfa vur kosinus alfa üstə gələk kosinus kvadrat alfa bərabərdir P kvadratı bölək 81. Sinus kvadratdan kosinus kvadratın cəmi 1'dir. 2'ni vurdum mənfi 9'da 4'e oldu P kvadratı böl 81. O da oldu 1 çıxaq 9'da 8 P kvadratı böl 81. Bu da oldu 9'da 1 bərabərdir P kvadratı böl 81. 9 P kvadratı bərabər 81. P kvadratı bərabər 9. P də bərabərdir 3. 78'də doğru cavab oldu 3. Bugünlük bu qədər. 78 sonuncu sualdır. Sağ olun, salamat qalın.